Yol Macera kanalında hər kəs xoş gördü. Bugün ən uzun tur, Gəncə turumu edəcəm. Məsafə həddindən artıq uzaqdır. 358 kilometrdir. Hal-hazırda şəhərdəyəm. Və inanıram buna, yaxşı olacaq hər şey. Sadəcə küləkli hava var. Düşünürəm ki, yolda külək olmaz. Abunə olub dəstək olmağı unutmayın. Qarşıda maraqlı görüntülər olacaq. Mənim yolum hələ uzundur. Tezliklə Gəncədə görüntüləri paylaşacağım. İzləmədə qalın. Dumanlı hava. Səhər saat 6. Mən necə həyatdan həzz almaya bilərəm? Tək, gördüyünüz kimi, gedirəm Gəncəyə. Yəni, bu sözlə Velo Macera çox maraqlı olacaq. Qarşıda hələ 358 kilometr var. Bilmirəm necə olacaq. Əsas odur, hava yaxşı olsun, külək olmasın. Qalan şeylər düzələr. Mənim sevmədiyim bir şey var. O da yuxudan təzə durursan. Səhər saat 6-dır və bir heybət yoxuşunu qalxırsan. Yəni bir sözlə dəhşətdir. Türkiyə baxın, Türkiyə. Və dostlar, bütün gecəni velosiped sürəndən sonra çətinliklər oldu təbii ki. Əsas çətinlik 60 km küləyə qarşı getmək oldu. 2 qat enerji sərf eləmiş olursan və insan istər-istəməz yorulur. Amma buna baxmayaraq mənim məqsədim 358 kilometrə çatmaq idi və burada Sahil qəsəbəsinə artıq mən çatdım. Gözəl arxa fonda mənzərə var və həyatın nə qədər gözəl olduğunu mən sizə burada deyirdim, amma təəssüf ki, eşidilmir. Buna baxmayaraq mən yenə də yoluma davam edirəm və inanıram ki, sonda çox maraqlı olacaq və məqsədə çatacağam. Evdən tələsik çıxdım, ona görə bir şey yeməklərini unutdum. İndi fikirləşəm alım. Çünki yolda bir də görürsünüz, bir şeylər olur, ac olurlar. Yəni, məndə də bir şey yeməyi olmayanda pis oluram da, pis təsir edir mənə. Ona görə dadlı bir şeylər alıram onlar üçün. Onlara verməyə. Və burada mən marketdən çıxıram, görəm ki, insanlar velosipedimə həvəslə baxır. Və hər kəsin verdiyi ilk sual, sən hara gedirsən? Özün tək gedirsən? Deyəndə ki, Gəncəyə gedirəm, hər kəs şokdadır. Deyirlər, yəqin motoru var. Təbii ki, motor falan yoxdur, sadə velosipeddir. Burada sonra mən pişiklərə yemək verirəm. Bir pişik var idi, sonra ikincisi də gəldi. Təbii ki, mənim borcumdur pişikləri doydurmaq. Özümü rahat hiss edirəm, sevinirəm pişikləri yemək verəndə. Yəni belə dostlar, siz də hər zaman heyvanları sevin, insanları sevin. Və şirin pişikləri doydurandan sonra rahatlıq tapıram təbii ki. Və burada velosipedi nəzarət elədim. Nəyi işləyir, işləmir. Çünki məsafə uzaqdır, yolda usta olmayacaq. Market ola da bilər, olmaya da bilər. Ona görə çalışıram hər şeyə nəzarət edeyim ki, yolda qalmayım. Çünki mənim planım Gəncəyə çatmaqdır. Və nə olur olsun, mən davam etməliyəm. Təbii ki, başqa problemlər də ola bilər. Nə problem deyə bilərsiniz? Bu susuzluq problemi ola bilər, aclıq problemi ola bilər. Ona görə hər zaman meyvə və pişmiş, badam, qoz belə şeylər götürmək lazımdır uzaq məsafələrdə. Biraz atışdırmalıq. Velosiped buradadır. Gün çıxmağa başlayır artıq. Dedim biraz fasilə verim çünki 300 km hələ bundan sonra var. Ona görə maksimum dərəcədə enerjimizi qorumalıyıq. Su götürdüm falan, hər şey. Əsas odur, bir şeylər yemləmişəm. Bir şeylər doyubsa, yəni ondan sonra mən də enerjili olacağım.
Nəhayət belə bir kofe yeri tapdım. Yuxum gəlirdi, yaxşı ki elə bunu tapdım. Biraz kofe içib sonra davam edəcəm. Amma hava biraz isti olmağa başladı, mənə də istidir hal-hazırda. Yəqin birazdan qabaqda paltarımı dəyişərəm, davam edərəm yola. Hələ ki yaxşı gedir, amma külək var. Külək mane olur hal-hazırda. Hələ ki vəziyyət belədir. Kofe də hazır. Bir sözlə bu bizə enerji verir. Yəni bizə dediyim mənə enerji verir. Orta acı. Bu mənə yaxşı enerji verəcək yolda. Bəzən içirəm, hər dəfə yox. Yəni hal-hazırda yuxum gəldiyinə görə, yəni səhər tez çıxmışdım evdən. Ona görə yolda yəni içmək lazımdır kofe. Çalışın şirniyyatlardan uzaq olun. Çünki velosiped sürərkən insanı yoran şey əsas şəkərdir. Məsələn, mən bunun tərkibinə şəkər vurmuram, sadəcə kofe. Bu mənə bəs edir, yəni enerji verir yetəri qədər. Başqa enerjini almaq isə nədən almaq olar soruşa bilərsiniz. Məsələn, fındıq, qoz, badam belə şeylərlə onu əvəzləmək olar. Yəni belə. Hələ 60 kilometr getmişəm, qarşıda bilmirəm nə qədərsə. Hələ çox var. Hamısını göstərəcəm. Və mən Hacıqabula çatdım. Çox sevinirdim ki, burada sonra külək zəifləməyə başladı. Çünki velosipedçilərin sevmədiyi ən çox külək olur. Çünki mane olur rahat sürməyə. Hal-hazırda avtobus dayanacağındayım. Hər 50 kilometrdən bir dayanıram. Meyvə atışdırmalı ya qoz badam belə şeylərlə qidalanıram. Çünki məsafə çox uzaqdır. İstirahət vacibdir ayaqlara falan. Hava çox istidir hal-hazırda. Bilmirəm hardayam. Gəldim buradan avtobus dayanacağında biraz istirahət edeyim. Həm paltarımı dəyişdim. Belə vəziyyətdir. 240 falan kilometr qalıb hələ. Bilmirəm necə olacaq. Hələ ki normaldır, ayaqlarım ağrımır. Normaldır. Məsələn, paltarımı dəyişdim. Təzədən yola davam. İnanıram yaxşı olacaq. İzləmədə qalın. Uzun yoldan sonra nəhayət ki mən Kürdəmir ərazisinə çatdım və yemək yeməli idim. Çünki artıq yorulmuşdum. Mənə güc lazım idi və bunu yeməklə bərpa eləmək istəyirdim. Sadəcə dostlar, mənə pis gələn oldu ki, bizim insanlarımız niyə hələ də velosipedçi görəndə və yaxud velo formada olan bir insan görəndə diqqətlə çevrilib baxır. Yəni insanı narahat edir bu. Düşünün, bütün restoranda oturan insanlar hər kəs sizə baxır. Mən olmasam da və yaxud turist ola bilərdi mənim yerimdə və onu narahat etmiş olardı belə baxışlarla. Yəni heç xoş baxışlar deyil. Yəni yemək yediyin halda yenə də insanlar sənə baxır. Xahiş edirəm, artıq inkişaf edir, artıq xoş qarşılayaq insanları. Yəni əsas da idmanla məşğul olan insanları xoş qarşılayaq. Yəni gülər üz olaraq qarşılayaq, xoş sözlər deyək. Yəni çətin bir şey deyil. Yəni dünyanı dəyişmək istəyirsə insan ilk növbədə özündən başlamalıdır. Yəni bu qədər. Çalışın, həyatı sevin, hörmətlə yanaşın insanlara. Yəni mən də görürsünüz ki, idmanı təbliğ edirəm. Məqsədim də odur ki, bizim kimi insanların sayı çox olsun, cəmiyyətimiz sağlam olsun. Yəni məqsəd budur sadəcə. Yəni sadəcə çalışaq, hörmət edək bir-birimizə. Gözde. Bir şeyler yemeği de verdik. Şimdi yola devam.
Mən də hal-hazırda 195 kilometr qalıb Gəncəyə və təəssüf ki, hava qaralır. Mənzərə mükəmməldir, yəni dəyər. Gecikməyə dəyər, Gəncəyə gecikməyə dəyər həqiqətən. Çox xoşuma gəlir. Mən ümumiyyətlə elə bir insanam ki, həyatı sevdiyimə görə mənzərələrə, necə deyirlər, çox sevirəm. Yəni mənzərə görəndə ürəyim gedir. İstər səhər, istər axşam mənzərəsi, yəni ayrı-ayrı gözəldir də bir sözlə. Ona görə dostlar, hər zaman sağlam olun, sağlam həyat yaşayın. Möhkəm olun, əsas odur. Mən məsələn tək gedirəm, hal-hazırda təkəm. Heç kim yoxdur. İlk dəfədir uzun bir məsafəni tək qət eləyirəm. Çətindir, bilirəm, çox çətindir. Yenə gecəyə düşürəm, amma yəqin ki 11-ə, 12-yə çataram. Heç davam edirəm. Davam. Deməli, hal-hazırda təxmini olaraq Kürdəmir ərazisidir. Çox yorulmuşam. Hava da qaralıb. Saat demək olar 7-dir. Mən hələ də yoldayam. Bir kofe aldım yenə. Bu dəfə acı kofedir. Az qalıb əslində. Az dediyim 170 kilometr qalıb. Yaxşı olar ya. Mən prinsipli insanım. Axıra qədər getməliyəm. Qaranlıq olsa da, səhərə qədər olsa da gedəcəm. Bu arada yanmışam, görürsünüz, burnum yanıb. Noyabr ayıdır, amma bugün çox isti hava oldu. Yəni bildiyiniz kimi Kürdəmir ərazisi falan isti olur da. Ona görə gün yandırdı biraz. Belə bir hiss elədik, məndə yemək var. Gəldi. Özüm kofe içirəm. Bu da gəldi ki, Espanyalı. Kardeşim burada yemeği versem olar ya. Tamam. Gel buraya. Gecə 11 idi. Powerbank bitdi. Söndü yəni tam olaraq. Işıqlar söndü. Telefon ışığında gəlmişəm. Belə bir otelə gəldim. Bir gecəlik qaldım və indi davam edirəm Gəncəyə. Dostlar, nəhayət ki, mən Gəncəyə çatdım və bunu bir velosipedlə bacardım. 23 saata Gəncə şəhərinə çatdım. İnsan ömrü çox sürətlə gedir, bitir. Çalışın, hər anınızı yaşayın. Yaşlananda demeyin ki, kaşı onu eləyərdim, bunu eləyərdim. İndi yaşayın. İndi ləzzətini çıxarın. Həyat davam edir. Həyat gözəldir. Mən heç vaxt demeyin, heç vaxt paxıllıq eləməyin insanlara. Fərqli olun, özünüz olun. Mən məsələn belə fərqli oldum, insanlardan belə fərqləndim. Və sevinirəm ki, fərqliyəm. Çünki belə olmaq məni sevindirir. Hamı mənə diqqətlə baxır. Göstərirlər məni. Deyirlər, onun geyiminə bax. Məsələn. Və lağ edirlər əslində. Az insan var ki, bizim insanlar bəyənsin. Əslən lağ edirlər. Eybi olsun, əsas odur. Mən hiss edirəm ki, mən fərqli insanım. Həyat tərzim sağlamdır, düşüncəm sağlamdır. Mənə bu lazımdır. Dostlar, yəni belə daha da maraqlı turlar olacaq. Abunə olun, qaçırmayın bu epizodları. Gəncə, mükəmməl Gəncə. Hal-hazırda velosiped yolunda da gedirəm. İnsanlar siqnallayır. Düşünürlər, turistəm. Əslən turistəm, turist sayılırım. Sadəcə yerli turistəm. Palatkam yox, bir şey yox. Mən fikirləşirdim, Bakı tıxacıdır. Gəncə ondan da tıxac imiş. Çox çətindir nəsə. Hərəkət eləmək. Fikir verirsiniz, fərqli gözəlliyi var Gəncənin. Ağaclar, memar abidələr,
Gözəl, çox gözəldir. Əsas da bunu göstərim sizə. Əsas da bu. Bilmirəm bura nədir, haradır. Bəlkə də icra hakimiyyətidir. Tanımıram, ilk dəfədir. Amma gözəldir. Çox gözəldir. Həm də bir şeyə fikir verdim ki, burada siqnal verən insanlar azdır. Bu sevindirir. Dostlar, nəhayət Xan bağına çatdım. Gözəl Xan bağı. Necə gözəldir. Və mən artıq çatdım. Bu da mən. Gəncə səfərim bitdi artıq. Çətinliklə falan mən gəldim Gəncə şəhərinə. Gözəl Gəncə şəhəri. Park mükəmməldir sadəcə. Çox gözəldir. Sakit, insanlar azdır. Yəni, və mənə bəzi insanlar yazır, əlində pivə bakalı olub və mənə yazır, divanda oturub yazan insanlar var. Və mənə deyirlər ki, yəni, velosiped sürsən, sənin diz qapaqların çürüyəcək, tez öləcəksən, ürəyində problem olacaq, nə bilim, ciyərində problem olacaq. Dostlar, bu mümkünsüz bir şeydir. Əksinə, bu velosiped bizim həyatımızı rəngli eləyir, həm sağlam eləyir, həm də fərqli olursun. Hər zaman hamıdan fərqlənirsən. Mən şəxsən hamıdan fərqlənirəm. Hamı mənə baxır. Ya, bu artıq fərqlilikdir. Və düşünün ki, xəstəxanalarda hal-hazırda olan insanlar kimlərdir? Aktiv həyatı olmayan insanlar, artıq çəkisi olan insanlar. Dostlar, Xan bağındayım hal-hazırda və Elvin qardaş buradadır. O da Gəncədə velosiped həvəskarıdır. Bəli, hamıya məsləhət görürük. Hər gün sürür. Nəsə Özümüzün qrupamız var. Hər gün velosiped sürürsən də, yəni nə özəllikləri var, sənə nə xeyri var. Ümumiyyətlə velosiped paltarı haqqında danışa bilərsən. Velosiped paltarı haqqında çoxları bunun özünə belə deyim də, nöqsan kimi görürlər. Bu formada nətər gəzisiz, nətərdir, nə bilim, özlərinə onu kompleks edirlər, amma əksinə kompleksiz yaşamaq lazımdır. Bunun özü bir gözəllikdir, rahatçılıqdır, sərbəstçilikdir. Bunun hamıya məsləhət görürəm ki, o barədə heç düşünməsinlər belə. Şortikdir, şalvarın özüdür, formanın özüdür. Gözəllikdir qardaş, qoşulun bizə. Əlbəttə. Məni Instagramda əsasən izləyən Elvin qardaş sağ olsun, məni kofeyə dəvət elədi. Çox yaxşı insandır, həm çox yaxşı idmançıdır. Yəni mən Bakıda velosipedi təbliğ edirəm, o isə Gəncədə velosiped təbliğ edir. Və sevinirəm ki, həqiqətən belə insanlar var. Daha da çox olacaq, bunu ümid edirik. Məqsədimiz də odur ki, bizim kimi insanlar çox olsun və əsasən də gənc nəsil bizdən yəni yaxşı örnək alsınlar. Elvinlə çox maraqlı velosiped söhbətləri apardı. Çox xoş oldu, məni Gəncəni gəzdirdi. Biz hər yerə getdik demək olar ki. Maraqlı bir tur oldu. Mənim həyatımda unudulmaz bir tur olaraq qalacaq. Fərqli bir gün yaşadım. Yəni bir sözlə başıma gələn bütün hadisələr mənə xoşdur əslində. Çox yorulsam da, necə olsa da bu Gəncə turu ayrıcı olaraq mənim yaddaşımda hər zaman qalacaq. Bütün gəncəlilərə həqiqətən təşəkkür edirəm ki, fərqli yanaşdınız, qonaqpərvər olaraq. Yəni bir sözlə hər şeydən razı qaldım. Çətin bir tur oldu. Çox hadisələr başıma gəldi. Əsas da külək çox mane oldu mənə. İlk sınağım idi, uzun bir tur etdim. Mənim uzun turum olmuşdu. Bundan əvvəl Astaraya getmişdim 300 kilometr. Bu qədər çətin deyildi. Amma indi məsafə 358 kilometr oldu. Yəni mükəmməl Gəncə, həqiqətən super. Bu turum özəl oldu, çox xoş oldu. Ləzzət aldım. Powerbankın batareykası bitdi. İşıqlar bitdi tamamilə. Telefon söndü. Ucarda qalası oldum və bir gecə. Və sonra da səhər də davam etdim sürməyə. Və nəhayət ki, gördüyünüz ki, mən Gəncədəyəm. Hə dostlar, bundan sonra da daha da çox olacaq turlar. Abunə olun. Daha da çox videolar gəlməsi üçün izləmədə qalın. Çünki pozitiv enerji almaq istəyirsinizsə izləməlisiniz.
və məni izləyirsinizsə də, deməli siz həm pozitiv insansınız, həm həyatı sevirsiniz. Ona görə hər zaman özünüzə inanın, necə deyərlər, özünüzə güvənin, hər şey yaxşı olacaq düşünün. Bundan sonra bütün rayonları mən gəzəcəm, göstərəcəm, istər tək, istər kimləsə olacaq belə. Yaxşı olacaq hər şey. Hər zaman sağlam qal. Davamlı olacaq bu turlar və pozitiv enerji alacaqsınız bundan, inanıram buna. Sağ olun, özünüzə yaxşı baxın, möhkəm olun, hər şey yaxşı olacaq. Və bir də mənim hər zamanki sözüm, unutmayın, hər günümü son gün kimi yaşa, yəni həyatdan həzz al. Heç nəyə dərd eləmə, hər şey yaxşı olacaq. Sağ olun.